5 metrəli ferman bir ədədi 50 manatdır. Qardaşımız yazıb ki, 5 metrəli 50-dirsə, 10 metrəli niyə 180 manat olur? Bax, izah edirəm. Video zaten izah edir. 5 metrəli yığılır 20-nin 40-a profilindən ki, bu formada nəinki 5, 6, 7, 8 belə yığmaq olur. 8 ilə icazə məsləhət bilmirəm. Amma bəzi ustalar var ki, deyir, qardaş, mən özüm quraşdıracam, problem yoxdur, yaxın məsafə. Araları da boşdur. Normal fermalar, balaca məsafələr araları boş olur. Hətta 40 ilə 6, 7, 8 metrəliklər də boş olur. Amma 10 metrə 40 ilə yığılır. Həm düz qollar, həm arasına ziqzaqları, yəni çarpaz qolları atılır. Fərqi yəqin ki, videodan özünüz görürsünüz. Niyə bu 50 manata, 180 manatadır? Videonu bəyənin, paylaşın, ehtiyacı olan hər kəs yararlansın. İstədiyiniz formada fermalar yığılır, hazırlanır. Azərbaycan istənilən bölgəsinə birbaşa müştərinin qapısına çatdırılır. Allah xeyir versin.